HACCP sistemi qida təhlükəsizliyində beynəlxalq səviyyədə qəbul olunmuş etibarlı yanaşmadır. Onun mənşəyi isə beynəlxalq qida standartları toplusuna Codex Alimentarius'a dayanır. Bu standartların əsas məqsədləri qida istehsalında təhlükəsizliyi təmin etmək, istehlakçı sağlamlığını qorumaq, ölkələr arasında qida ticarətini asanlaşdırmaqdır. HACCP da elə bu prinsiplərdən yaranıb. Təhlükələri əvvəlcədən müəyyənləşdirir, kritik nəzarət nöqtələrini təyin edir və istehsal prosesini sənədləşdirərək riskləri minimuma endirir. Məsələn, bir restoran düşünün. Düzgün saxlanmayan ət məhsulu kimi səhv bütün yeməkləri risk ata bilər. HACCP sistemi isə bütün bu təhlükələri öncədən aşkarlayır və qarşısını alır. Beləliklə, HACCP sadəcə bir qayda deyil, beynəlxalq səviyyədə qəbul olunmuş və etibarlı qida təhlükəsizliyi sistemidir. Qida təhlükəsizliyində beynəlxalq standartları tətbiq etmək və HACCP prinsiplərini öyrənmək üçün afsi.gov.az saytına daxil olun və ya Minüt çağrı mərkəzi ilə əlaqə saxlayın.